Yoldaşım məni saymır, sevməyə qoydum qırağa, heç hörmət belə eləmir. Hələ yadıma gəlmir ki, indiyəcən mənim bişirdiyim bir yeməyə desin ki, əlvə sağlıq, çox qəşəng bişirmisən. Həmişə gəlib, yeyib, içib, gedib telefonla oynayır, heç üzümüzə belə baxmır. 10 ildə evlilik, hələ bir dəfə olsun belə mənə bir dənə gül belə almayıb. Bu sözləri bir xanım yazmışdı, məşhur bir blogerin videosunun komment hissəsinə. O videoda da xanımın yoldaşı ona böyük bir buket verir və buketin ortasında da iPhone 17 Pro. Bunun kimi bir çox rəylər gördüm orada. Bir çox xanımlar yoldaşlarının ona dəyər vermədiyini, adi bir gül belə almadığını dəfələrlə vurğulayır. Əslində bir qadın üçün o böyük buketlə bir dənə gülün heç bir fərqi yoxdur. Əsas odur ki, onu sizin düşünüb almağınız yetərlidir. Amma çox təəssüf ki, bir çox kişilər bunu belə biz qadınlara çox görür. Və sizin yoldaşınız sizə sevgisini göstərirmi, yoxsa elə sizdə də vəziyyət belədir? Fikirlərinizi qeyd eləyərsiniz. Hələlik. Özünüzə yaxşı baxın.